Ölkə Balı kanalından hər kəsə salam. Bu gün sizə Sabahın Avropada rəqiblərini və Avropada hara qədər gedəcəyini müəyyən etməyə çalışacağıq. Videoya keçməzdən əvvəl like atmağı və abunə olmağı unutmayın. Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq. Əgər 1-ci təsnifat mərhələsində rəqibi Chelsea'yə qarşı qalib gəlməyi bacarsa, 2-ci təsnifat mərhələsinə keçəcək. 2-ci təsnifat mərhələsində isə rəqibi AEK Larkana və Partizan qalibi olacaq. Sabahın 2-ci təsnifat mərhələsində keçdiyini və 3-cü təsnifata qədər qalxdığını düşünsək, Konfrans Liqasının play-off mərhələsi təmin olunacaq. Sabah əgər 3-cü təsnifat mərhələsində də qalib gəlsə, play-offa səpələnmişlər torbasından daxil olacaq. Yəni zəif komandalarla oynayacaq. Yox, əgər Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsində məğlub olsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində daxil olacaq. 2-ci təsnifat mərhələsində Birkirkara və Petrokop cütünün qalibi ilə qarşılaşacaq. Və bu cütü keçdiyi təqdirdə 3-cü təsnifata, 3-cü təsnifatdan da play-off mərhələsinə vəsiqə qazana biləcək. Sabaha və Azərbaycanı təmsil edəcək bütün digər Azərbaycan klublarına Avropada uğurlar arzulayırıq.